Bugünkü rubrikamız görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirə həsr olunur. Bəs ki uşaqdır hələ, yaxşı yaman sanmayır, elminə bəs olduğun. Bu il böyük Azərbaycan şairi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi tamam olur. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ilin may ayının 30-unda Şamaxıda anadan olub. Sabirin atası kiçik baqqal dükanı olan dindar bir kişi idi. Oğlunu gələcəkdə ruhani görmək istəyən Zeynalabdin kişi onu 8 yaşına çatanda mollaxanaya göndərdi. Mollaxanada oxuyan şagirdlərin əsas vəzifəsi isə Quran oxumaq idi. Ancaq Ələkbər müqəddəs kitabı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən cəzalandırılırdı. Atası Zeynalabdin kişi isə oğlunu oruç tutmağa, namaz qılmağa məcbur edirdi. Sabirin uşaqlıq illərində yazdığı 3 misralıq ilk şeirində bu acı həqiqət çox təsirli ifadə olunur. Tutdum orucu İramazanda, qaldı iki gözüm qazanda. Mollam da döyür yazı yazanda. Bəsdi cəhənnəm olun, bunca ki aldatmısınız, indi 5 ildir tamam, dinimə əl qatmısınız, sevgili evladımı kafirə oxşatmısınız. 1885-ci ildə atasının verdiyi əzablardan xilas olmaq üçün ziyarət adı ilə səyahətə çıxan Mirzə Ələkbər Sabir Orta Asiyaya, daha sonra isə İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərlər gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayır. O bir tərəfdənsə bu şəhərlərdə Sabir o dövrün qabaqcıl ziyalıları və yazıçıları ilə yaxından tanış olurdu. Satmaramız əqlimi, siz kimi la məzhəbə, razıyam oğlum gedə, qəbrənə ki məktəbə, məktəb adın çəkməyin, mələbədir mələbə. 20-ci əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri ilk dəfə mətbuat səhifələrində göründü. 1903-cü ildə Şərqi Rus, daha sonra isə Həyat qəzetində onun şeirləri çap olundu. 1906-cı ildən etibarən isə Sabir Molla Nəsrəddin jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi təqdim etdi və bu jurnalın ən sevimli şairi və ən fəal müəlliflərindən birinə çevrildi. – 1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışan şair bir müddət sonra Bakıda çıxan Günəş və Həqiqət qəzetlərinin redaksiyasında işləyir. Günəş qəzeti hər həftənin cümə günü Palanduz sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə Nizadar və Çuvalduz imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirirdi. Aylarla əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin sonunda ciyər xəstəliyinə tutulub Şamaxıya qayıdır. 1911-ci ilin may ayında isə o müalicə üçün Tiflisə yollanıb dostu Cəlil Məmmədquluzadənin evində qalır. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq Sabir yenə şeir yazmağa davam edir, Molla Nəsrəddin jurnalının redaksiya işlərinə yaxından kömək edirdi. Səs salma yatanlar aylar boy hələ yatsın. Yatmışlar razı deyiləm, kimsə oyatsın. Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım deyən böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-sində yaradıcılığının ən parlaq bir vaxtında vəfat etdi. Şairin cənazəsi Şamaxıda 7 Günbəz qəbristanında dəfn olunub. Övladı vətən qoy hələ avara dolansın, kirkab-ı səfalətlə əli başı bulansın. Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra həyat yoldaşı Büllürnisə, dostları Abbas Səhət və Mahmud Bəyevin səyi ilə onun şeirləri Hopopnamə adı ilə çap olundu. 2 il sonra xalqın ianəsi ilə Hopopnamənin ikinci, daha mükəmməl nəşri buraxıldı. Oxucular bu kitabı hərarətlə qarşıladı. Sovet hakimiyyəti illərində isə Sabir irsinə maraq görülməmiş dərəcədə artdı. Hopopnamə böyük tirajla bir neçə dəfə çap olundu. Bu il böyük Azərbaycan şairi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi qeyd olunur. Millət necə taracar olsun, nə işim var, düşmənlərə möhtac olsun, nə işim var. Nə işim var,